Hüseyin Canlıda zarın sənin üstündə haqqı var deyənə cavabında heç kimin mənim üstümdə haqqı yoxdur ki, məni kimsə haqqı tutsun. Məni kimsə haqqı tutmamışdan qabaq mənim haqqım kimlərisə tuta bilər. Allah Zarı müəllimin canını sağ eləsin. Allah köməyi olsun, var olsun. Mənim əsas məsələm ev məsələm idi. Neçə illərlə çıxacam o verilişə, onu da gözlə ki, mənə ev verəcək. Əlindən gələni elədi, əlindən gələ bilməyənlər də digər kanala çıxdım ki, mənə kömək eləsin. Zarı müəllim nəyə gücü çatdı elədi. Eləmədiyini də Xoşqədəm xanımdan kömək istəyirəm. Qabil dediyi düzdür sualdan Hüseyin. Qabil bir dənə desin, göydə Allah var, bir dənə o düzdür. Qabil kimdir ki, nəyi də düz olsun. 3 ildir danışılır, o söhbət var, heç mənim vecimə də deyil, umrumda da deyil. Qanun var, qayda var. O şeylərdir, mənə heç maraqlı da deyil. Səslər var, nə olur olsun, umurumda belə deyil. Əcəb eləmişəm, yaxşı eləmişəm. Qoy davam eləsin, qoy məndən danışsın. Onun reytingi düşəndə mən yada düşürəm. Gəlin videoya baxaq, bəyənib abunə olmağı unutmayın. Sən Loç evdə otur, uşağı saxla. Login, sən heç mənə görə narahat olma. Mən işə də gedirəm, efirə də gedirəm, balamın da yanına gəlirəm. Sən mənə görə narahat olma, canım gözüm. Mən uşağımın öpməyim, bağrıma basmayayım ki, mən uşağımla əylənməyim ki, nə var. Mən başa düşmədim sizi. Sən Loç işi niyə işləmirəm ki? Mən işə də gedirəm, gəlirəm də sağ olsun Xoşqədəm xanım, səni axtarım verilişi, Ramal müəllim, minnətdarım, var olsun ki, işlərimi işə düzəldiblər mənə, Allah canlarını sağ eləsin. Mənim heç kimin mənim üstümdə haqqı yoxdur əzizlərim ki, məni kimsə haqqı tutsun. Məni kimsə haqqı tutmamışdan qabaq mənim haqqımı kimlərsə tuta bilər əzizim, ürəyim. Allah canını sağ eləsin, Allah kömək olsun, var olsun. Əleyküm salam. Mənim əsas məsələm ev məsələm idi. Mən ilk ev verilişlərə çıxanda, sizlər məni ilk dəfə tanıyanda, mən oraya heç nə üçün yox, evim üçün müraciət edib çıxmışdım. Başa düşünüzmü? Gəl ayrı. Niyə gücü çatdı elədi, elə bilmədiyini də mən Xoşqədəm xanımla kömək istəyirəm. Allah canını sağ eləsin, Allah kömək olsun, Allah balalarını xoşbəxt eləsin. Mən nə etməliyəm ki? Neçə illərlə mən çıxmalıyam hansısa bir verilişə və onun qulpuna düşməli, getməliyəm ki, bunu nə vaxt mənə ev verəcək. Əlinə gələni elədi, eləyə bilməyənlərdir, əlinə gələ bilməyənlərdir, digər kanala ki, çıxmışı kömək istəyəm. Onun nəyə var ki orada? İstəmirəm desin, nəyə istənirim ki? İstəyirəm otur, istəmirsin otur. İstəmə. Üzün yok. Evet, öğreneyim. Bir aparmış değil misin? Yok. Qabil dediği düzdür. Qabil bir dənə çək göydə Allah var, bir dənə o düzdür, canım, ürəyim. Qabil kimdir ki, nə dedikləri düz olsun? 3 ildir danışılır o söhbət, 3 ildə yenə gəlib bir şeylə. Heç mənim vecimə də deyil, umurumda da deyil. Qanun var, qayda var. Aparsan, təhvil versən, yoğunun boynuna tutubu gətirirlər, bura git gəl bura görə, sənin nə məqsədin var, kim deyib sənə, kim tapşırığı verib sənə, nəyim sən turşunu qovurma. Boş şeylərdir, mənə heç maraqlı da deyil. Umurumda da belə deyil. Səslər var. Umurumda belə deyil. Səs var, belə nə olur olsun. Nə olur olsun, mənə heç maraqlı da deyil. Əcəb eləmişəm, yaxşı eləmişəm. Kimə nə dəxlisi var bunun? Qoy davam eləsin, qoy məndən danışsın. Onun reytingi düşəndə məni yada düşürəm, qoy məndən danışsın və umurumda da deyil. Geldim. Niyə çıxmıram ki Zara? Niyə çıxmıram ki? Ben günahsın. Niyə çıxmıram? Bəlkə pis iş görmüşəm. Bəlkə kimsən anasını tutublar məni. Bəlkə kimsən bacısına tutublar məni. Bəlkə kimsən qızına tutublar məni. Bəlkə kimsən arvadına tutublar məni. Mən görmüşəm, ay Cəmilə xanım, məni heç umurumda belə deyil. Mənim vecimə belə deyil. Hiç durmursan hiç dur. Nə deyir? Harada oturum? Ben burada oturum danışım. Yok. Apa sen orada. Orada durmur. Göz önünde olan. Ağlayır. Sus sesi kaldı orada. Allah kömək olsun Arsun'un. Allah şifasını versin. Allah can sağlığı versin. O videolar mənə maraqlı deyil. Baxın, əzizlər, mən sizə açıqlama verim. Əzizim, çox dəyərli, mənim sevən insanlarım. Bir insan, maşinikin biri, fırıldaqçının biri çıxdı dedi ki, mən sənə ev verirəm. O insan yəqin ki, çoxlarının üzünü görməmiş. Üzünü görsünüz, görəcəksiniz ki, o nə yuvanın quşudur. Üzündən elə yayılıb onun bütün şeylər ya. Bunu da sonradan araşdırdıq biz özümüz ki, bunun evi zadı yox imiş.
Bu piyanist arkadaşın biriydi. Bomuş kimi yaşır orada o plakanda bu plakanda apardılar bunu psixoloji Almanya'da psikiyatrik xəstəlik qeydiyyata saldılar. Orada da buna 400 manat pensiya verdilər. Alır indiyə qədər. Bəli, Dəniz, mən savadlıyam. Sizlərə baxanda o deməkdir ki, əlində diploma olsun, amma heç bir özünüz lom olasınız. Bəziləri var da diplomu alıb dip sözünü çıxıb loma görə veriblər ona, lom olduğuna görə. Ali savadlıq olmaq üçün oxumaq lazım deyil, həyat təcrübəsi lazımdır. İnsani keyfiyyət təcrübəsi lazımdır. Dəyər lazımdır özünə, hörmət eləmək lazımdır özünə. Anaya, ataya, bacıya, qardaşa hörmət eləməyi necə olur, onu göstərmək lazımdır. Çox təəssüflər olsun ki, bir çoxlarında elə şeylər yoxdur. Amma maşallah olsun ki, mən anadan biz o verilişdə olana qədər. Baxın, görün ki, Ayşin Hasan olub bir gündə olsa xəstəxanada qalır. Bu bir. İkincisi, hansı doktor mənə klinikasında sığınacaq verib? Hansı klinikada sığınacaq verirlər adama? Boş şeylərdir. Siz özünüz də bunu yaxşı bilirsiniz. Ne diyorum sen? Ne istiyorsan baba? Amma əliniz nə gəlir? Mənim umurumda belə deyil. Bilmiyorum ben borç. Gic danışır orada. Baxın da verilişə. Fevral ayının 23-ü 2024-cü ildə. Çıxdı bu bəhanələr çıxartdı ordalığa ki, yaxşı mən pis idim, Elçinə verərdi, Sürayəyə verərdi, Arzuya verərdi, Esmiraya verərdi, Ceyrana verərdi, Aslana verərdi. Kiməsə verərdi, ev niyə vermədi? Bacısının evi deyə. Bacısı qayıtdı dedi, o mənim evimizin, nəslimizin üz qarasıdır. Səs yazısı boş şeydir, əzizim. Kimin səs yazısıdır? Kimin səsi çox gəlir orada? Çünki orada ev verilməsin deyənə mənə ev üçün çox gözlər var idi. Hamı qurarışırlar oradan buradan düzdülər, qoşdular, oyun çıxartdılar elədilər ki, bu iş bir nəsə olub. Orada tam başqa şey danışılmışdı. Adəti olmayan söhbəti qoşdu. Nəysə, o söhbət mənə maraqlı deyil. Kimə maraqlı? Dəfələrlə telefonla qaleriyasını yükləsin o videonu. Yəni otursun, həzin baxsın. Boş şeylərdir. Kimlərin oyunlarıdır, kim eləmişdi, Allah qızının başına gətirsin, anasının əzizlərinin başına gətirsin. Ya Rəbbim, amin. Bir evə görə kim ki o qurmanı qurdu mənə, heç evdə yox idi, yalancı adamlar, özləri bilə-bilə. Kim ki o senarini qurdular, yaxşı bilirik kimlər qurub. Öz qızını qabağına çıxartsın Allah. Öz qızı da, bax elə bizi şərəf atmayıb, hər kimdirsə. Öz qızlarından, qız nəvələrindən, nəslindən, bacılarından, anasından görsün inşallah. Vəssalam. O da hallagene gəlməyə şeyini deyirlər bura. Mən de, kim əgər oyunu çıxartsa, Allah onun qızının başına gətirsin, qabağına çıxartsın inşallah. Amin. Allah'ın cömündən dille yetirmən Allah bir gün eşitlər bizim səsimizi inşallah. Görək ya Resulallah. Bunlar necə rola girir valla? Biz rola girməmişik. Hədə gedin işimizlə məşğul olanda Zavir ilə gəlib medal verəcək bura. Bəs süründə bu qədər yataq maçık olmayın da. Mən qarış eləmirəm ki. Deyəm ki, mənə şəraitimi atmadı evə görə. Biz gedib önce harcı oyun çıxır. Belə də yaxşı eləmiş, əcəb eləmişik. Kimə nə istoğu var bunun? Belə əcəb eləmişəm. Əlimin içindən gəl, yaxşı eləmişəm. Kimə nə dəxlisi var? Yəni 300 yanıq qalıb ki, mən sizə toxunmamışam. Və əcəb eləmişəm. Və yaxşı eləmişəm. Zavrın ələ duzu yoxdur. Geçsin əlinə duz töksün. Ne edeyim? Duz yoxdur. Geçsin əlinə duz töksün. Allah kış sürüyorsun. Ya qışqır-qışqır danışmış, uşaq səslənəcək. Düz deyirsən. Bəli, əlbəttə ki, mən düz deyirəm.